معا بغراس الأخلاق مدرسة صارت أخلاقي قد ذقت النور بجنتها في حفظ كتاب الخلاق في صحبة أزهار فاقت في الصدق حديث. بسم الله الحمد لله وحده والصلاة والسلام على من لا نبي بعد. Kitab-ı Tevhid 3. bab. Tövhidi yerinə yetirənin hesabsız cənnətə girməsi babı. Uca Allah buyurur: İnne İbrahimə kənə ümmətən qanitan lillahi hanifən və ləm yəku minəl müşrikin. Həqiqətən İbrahim Allaha itayət edən, hənif bir rəhbər idi. O müşriklərdən də değildi. Nəhl surəsi 120-ci ayət. Müminun surəsi 59-cu ayətdə isə Allah Əzzə və Cəllə deyir ki: وَالَّذِينَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُونَ. Onlar ki, Rəblərinə şərik qoşmazlar. Buxari və Müslimdə keçən hədisdə deyir ki: وَعَنْ حُسَيْنِ ibn Abdurrahman radiyallahu anhu قال: كنت عند السعيد بن جبير فقال: أيكم راعى الكوكب الذي انقض البارحة؟ فقلت أنا، ثم قلت: أما إني لم أكن في صلاة ولكني لدغت. قال: فما صنعت؟ قلت: ارتقيت. قال: فما حملك على ذلك؟ قلت: حديث حدثناه الشابعي. قال: وما حدثكم؟ حدثنا عن بريدة ابن حصيب أنه قال: لا رقية إلا من عين أو حمة. قال: قد أحسن من انتهى إلى ما سمعه. ولكن حدثنا ابن عباس عن النبي صلى الله عليه وسلم أنه قال: أريدت علي الأمام فرعيت النبي ومعه الرحت والنبي معه الرجل والرجلان والنبي وليس معه أحد، إذ رفع لي سواد عظيم فظننت أنهم أمتي، فقيل لي: هذا موسى وقومه، فنظرت فإذا سواد عظيم، فقيل لي: هذا أمتك ومعهم 70,000 يدخلون الجنة بغير حساب ولا عذاب. ثم نحد فدخل المنزله فخاس الناس في أولئك، فقال بعضهم: فلعلهم الذين صاحبوا رسول الله صلى الله عليه وسلم، وقال بعضهم: فلعلهم الذين ولدوا في الإسلام فلم يشركوا بالله شيئا. وذكروا أشياء، فخرج عليهم رسول الله صلى الله عليه وسلم فأخبره فقال: هم الذين لا يسترقون ولا يكتون ولا يتطيرون وعلى ربهم يتوكلون. فقام أكاش بن محسان فقال: يا رسول الله، ادعو الله أن يجعلني منهم. فقال: أنت منهم؟ ثم قام رجل آخر فقال: ادعو الله أن يجعلني منهم. فقال: سبقك بها أقاشة. Rəvayət edilir ki, Hüseyn bin Abdurrahman radiyallahu anhu demiştir: mən Səid bin Cübeyrin yanındaydım. Dedi ki: dünən düşən ulduzun hansınız gördü? Dedim ki: mən. Sonra dedim ki: doğrusu mən namazda değildim, lakin sancılmışdım. Dedi ki: bəs nə etdin? Dedim ki: rüqyə etdim. Dedi ki: səni buna sövq edən nə idi? Dedim ki: Şəbinin bizə danışdığı hədis. Dedi ki: o sizə nə danışıb? Dedim ki: o bizə Bureydə bin Huseybin belə dediyini rəvayət etmiştir: yalnız göz dəymə və sancılmadan dolayı rüqyə edilə bilər. Dedi ki: eşitdiyi ilə kifayətlənən nə gözəl etmişdir. Lakin İbn Abbas bizə Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir: ümmətlər mənə göstərildi.
mən yanında kiçik bir topluluq olan peyğəmbər, yanında bir-iki adam olan peyğəmbər və yanında heç bir kəsi olmayan peyğəmbər gördüm. Bu zaman mənə böyük bir topluluq göstərildi. Onların ümmətim olduğunu zənn etdim. Mənə deyildi ki, bu Musa və onun qövmüdür. Sonra baxdım ki, yenə bir böyük topluluq mənə deyildi ki, bu sənin ümmətindir. Onlardan 70.000 nəfər hesabsız və əzabsız cənnətə daxil olacaqdır. Sonra qalxdı və evinə daxil oldu. Beləliklə insanlar o kəslər haqqında danışmağa başladılar. Bəziləri dedilər ki, yəqin ki onlar Rəsulullahın sallallahu aleyhi və səlləmin səhabələridir. Bəziləri də dedilər ki, yəqin ki onlar İslam üzərə doğulmuş və Allaha heç bir şeyi şərik qoşmamış kimsələrdir. Başqa şeylər də dedilər. Bu vaxt Rəsulullah sallallahu aleyhi və səlləm onların yanına çıxdı və bunu ona xəbər verdilər. Beləliklə o dedi, onlar ruqyə tələb etməyən, damğa bastırmayan, uğursuzluğa inanmayan və yalnız Rəblərinə təvəkkül edənlərdir. Uqqaşə bin Mihsən ayağa qalxıb dedi, Allaha dua et ki, məni onlardan etsin. Rəsulullah sallallahu aleyhi və səlləm dedi, sən onlardansan. Sonra başqa bir adam qalxıb dedi, Allaha dua et ki, məni də onlardan etsin. Rəsulullah sallallahu aleyhi və səlləm dedi, Uqqaşə bu xüsusda səni qabaqladı. Subhanəkəllahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyh.